ki, Ramazan ayının fəziləti, hikməti çox böyükdür. Bununla bağlı geniş danışılıbdır, geniş müzakirələr olub. Ancaq ilahi hikmətlər elə bir məsələlərdir ki, bunları mütəmadi şəkildə dövrə, zamana uyğun, tələblərə uyğun gərək işıqlandırasan və cəmiyyətin nəzərinə çatdırasan. Yeni suallar da doğur, dövrün müxtəlif tələbləri var, inkişaf, tərəqqi, texnologiya və s. Bu baxımdan təbii ki, Ramazan ayı ilk hikmətlərindən onu qeyd etmək yerinə düşər ki, Quran-ı Kərim bu ayda nazil olubdur. Yəni, Ramazan ayının digər aylardan fərqi nədən ibarətdir soruşulsa, demək lazımdır ki, Ramazan ayında Quran-ı Kərim nazil olub ki, bu da böyük bir əlamətdar hadisədir. İndi məsələn, hansısa bir hadisə baş verəndə həmin günü tutaq ki, biz qeyd edirik və yaxud da insanlar doğum gününü qeyd edir. Bu da Quran-ı Kərimin nazil olduğu bir ay olduğu üçün ilk əlamətdar hadisə kimi bunu xarakterizə edir. İslam tarixinin ən mübarək ayı, ən gözəl tarixi bir hadisəsidir. Bəli. Eyni zamanda bu hadisə Quran-ı Kərimdə də dəfələrlə vurğulanır ki, Şəhr-ü Ramazan, yəni Quran-ı Kərimi biz Ramazan ayında indirdik və eyni zamanda Qədr gecəsinin qədri qiyməti uca olan müqəddəratların həll olunduğu gecədə həmin demək aya təvafüq eləyir. Ümumiyyətlə Ramazan ayında oruç tutmağın özünün də mahiyyəti fəlsəfəsi var ki, nə üçün məhz Ramazan ayına bu uyğunlaşdırılıbdır? Birinci növbədə Quran-ı Kərimin bu ayda indirildiyinə görə, bir də ki, məlum olduğu kimi İslamda aylar hicri qəməri təqvimi ilə dövr etdiyinə görə ildə müxtəlif vaxtlara düşür. Bunun özünün də insan sağlamlığı üçün, insan mənəviyyatının kamilliyi üçün böyük hikməti var. Yəni, eyni vaxtlara təvafüq eləsə, insan bəlkə də hər il qış fəslində oruç tutmaqdan yorula bilər. Tutaq ki, qışda məlum olur ki, günlərin uzunluğu fərqli olur, yayda saatlar fərqli olur, uzun, qısa olur. Eyni zamanda isti-soyuq məsələləri ki, sanki Allah Teala insanın həm də cismani tərəfdən, onun fizioloji cəhətdən də kamilliyini istəyir ki, o müxtəlif fəsillərə, dözümlərə, bu azlığa tab gətirəmək. Səbrin, iradənin sınavıdır əslində. Uzunluğu, qısalığı var. Bu sarıdan həm də ki, həmin ayda şübhəsiz ki, təkcə az qalmaq deyil, eyni zamanda mənəvi kamilliyə çatmaq da tövsiyə olunur ki, insanlar təkcə az qalmaqla ibadət etməməlidir. Çünki təkcə az qalınsa, bu artıq pəhriz olur ki, digər məsələlərdə də var, tibdə var ki, insanlar pəhriz saxlaya bilər. Ancaq oruçluqda, Ramazanda bunun mahiyyəti əsasən mənəvi kamilliyə çatmaqdır. İnsanın beyninin də oruc olması lazımdır. İnsanın qəlbinin də oruc olması lazımdır. Ruhaniyyətini tənzimləməlidir. Həm də ki, cismini saflaşdırmalıdır. Necə deyərlər, bu oruç ayında, Ramazan ayında mübarək aylarda. Təbii ki, dualar edilməlidir. İnsanın digər aylarda ki, qidalanır mütəmadi şəkildə onun bədəni, orqanizmi bir növü yorulur da, bu tibbi cəhətdən də izah olunur ki, insan az qalmaqla daha çox müalicə, bir çox xəstəlikləri azlıqla, İbn Sina məsələn bir çox xəstəlikləri azlıqla müalicə edirmiş və bu az qalma mərhələsində insanın mənəviyyatı daha inkişaf eləyir. Xeyirxahlıqla, dua etməklə, ilahi rabitə ilə